Yenə buna şərh bildirəcəm, yenə də pis adam olacağam. Amma həqiqətən də deməsəm ölürəm, desəm də öldürərlər. Bir neçə şəhid balasının toyunu idarə etmişəm və müşahidə eləyirəm. Gəlinlə ana tam ayrı yerlərdədir. Birlikdə çağırıram, dəvət eləyirəm şəhidin həyat yoldaşını, anasını. Heç kim bir-birinə tərəf baxmır. Oyun sonunda soruşuram ki, bu dəqiq şəhidin anası ilə həyat yoldaşıdırmı? Deyirlər ki, bəli. Deyirəm, amma münasibət başqa bir şeydir burada. Deyirlər ki, şəhidin həyat yoldaşı və şəhidin anası o bu mərtəbəyə yüksələndən sonra aralarında pulu bölə bilmirlər. Və ya da ki, bəziləri var ki, uşaqlarını körpə yaşından atıb gedib bizim bir neçə şəhidimizin valideynləri bugün bundan əziyyət çəkirlər. Şəhidin böyüdülməsindən xəbər olmayan, nə yedi, nə içdi, hansı istiqaməti uğrunda şəhid oldu, şəhid olanda son sözləri nə oldu, harda torpağa tapşırıldı, bunu bilməyən atalar var və ya da ki, analar var. Bu haqdırmı həqiqətən də? Övladının böyüməsindən xəbəri olmayan bugün analar və atalar ən çox şəhid adından istifadə eləyənlərdir. Hər yerdə qapını təpi ilə açırlar az qala. Mən şəhid atasıyam. Soruşsan ki, şəhidin orta məktəbi neçə nömrəli məktəbdə oxuyub, xəbər olmayacaq. Bir şəhid anasının ötən gün bununla bağlı müraciəti qarşıma çıxdı. Həqiqətən də insanın qanı damarlarında donur. Və ana fəryad eləyir, şəhidimizin anası. Fəryad eləyir. Deyir, madam ki, pulun yarısını sən alırsan, hansı ki, onu tək başına mən böyütmüşəm. Heç olmasa onun məzarının tozunu təmizlə də, ay atası. Axı 300 manatı da sən alırsan. İndi bu məsələdə nəyi demək istəyirəm? Şəhidin həyat yoldaşı, uşaqları və anası arasında olan mübahisə. Bir də deyirəm, sözümün ağasıyam. Kiminlə şərh yazmasından asılı olmayaraq bunu deyirəm. Şəhidinə dəyər verən ana və ya şəhid həyat yoldaşına dəyər verən xanım pul üstündə, şəhidə verilən məvacib üstündə dalaşmaz, saç yolda etməz və ya da ki, qardaşına icazə verilməz ki, şəhidin anasını gələndə bir yumruğu ilə yıxsın yerə və bir də ki, axı siz dayı qızı bibi oğlu olmusunuz. Yəni, çox təəssüf, amma ki, belə şeylər də var. Allah şəhidlərimizin yerini cənnət eləsin.